Xanım mühafizə işi var yoldaşlar. Xanımlar üçün təhlükəsizlik üzrə nəzarətçi işi var. Deməli, bu aeroportdadır, daha dəqiq desək, hava limanındadır. Heydər Beynəlxalq aeroportundadır. 800 manat pul verirlər. Naharla da təmin olunursunuz. İş yerinə gedib gəlmək üçün nəqliyyat vasitəsi ilə də servisləri də var. Koroğlu metro stansiyasından, Bakıxanovdan, Əmircandan, Mərdəkandan, Binədən, Suraxandan və s. ödənişsiz servis nəqliyyatları da var. 23-43 yaşlı olmalısınız, tam orta təhsilli olmalısınız, boyunuz 165 sm olmalıdır heç olmasa, fiziki cəhətdən sağlam olmalısınız, təhlükəsizlik və yaxud da mühafizə sahəsində iş təcrübəniz olmalıdır, 12 saatlıq işdir, 8-dən 8-ə kimi, 2 gün gündüz növbəsi, 2 gün istirahətdir. Bundan əlavə, başqa ciddi bir şərti yoxdur yoldaşlar. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmazsınızsa, ümumiyyətlə iş tapmazsa çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Ləzzaboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.